Salam əziz dostlar. Gəlin bu gün çox ləzzətli bir qonaqlıq malı olan toyuq pilo bişirək. Bu toyuq pilo portağal suyunda pişir və ləzzətinə doyum olmur. Mütləq yoxlayın. Hər zaman toyuq bişirmək istədiniz, toyuqları 1 saat qabaqdan duzlu suda saxlayın ki, iyisi getsin. 1 saat duzlu suda saxladığımız toyuqları duzlu sudan çıxardıb və ayrı qablamada bir yer kökü, bir soğan, biraz dolmalıq biber, sarımsaq, darçın, hel və biraz duzla qoyuruq pişsin. Ədviyyələr də kəpşində yazılıdır. Onları da unutmayın. İncə rəndələnən yer köküləri əvvəlcə qapaq qoyub öz buxarı ilə pişirin, sonra yağ artırıb sevdiyiniz qədər qızardın. Yer kökülər hazırlanandan sonra soğanları hazırlayırıq. Bir tavada hazırladığımız yarım ay şəklində soğanları qızardırıq. Zəriş, zəfiran əlavə eləyib qaldırırıq. Eyni tavada bir qaşıq rubu qızardıb, üzərinə toyuqları, toyuq suyu, zəfiran və bir stəkan turş portağal suyu töküb qoyuruq, biraz qaynayıb suyunu çəksin. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri öz ana dilimizdə axtaranlar peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.